Dövlət başçısının Azərbaycan-Çin münasibətlərinə dair fikirləri haqqında xəbərləri Çin mediasında geniş yayılıb. Azərbaycan prezidenti Çinlə hərtərəfli strateji tərəfdaşlığı yüksək qiymətləndirir adlı Çin və ingilis dilində hazırlanan xəbərdə dövlətimizin başçısının iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasını böyük uğur kimi dəyərləndirdiyi qeyd olunub. Vurğulanıb ki, Azərbaycan prezidenti hərtərəfli strateji tərəfdaşlığın iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına böyük təkan verdiyini, biznes və dövlət strukturlarına əlaqələri fəallaşdırmaq üzrə ciddi impuls verdiyini deyib. Qeyd olunub ki, Prezident İlham Əliyev müsahibə zamanı Çin şirkətlərinin Azərbaycanda günəş və külək elektrik stansiyalarının inşasında fəal iştirakına toxunub, Çinli tərəfdaşlarla Azərbaycanda elektrik avtobuslarının istehsalına başlanıldığını deyib. Keçən il hərtərəfli strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanmışdır mənim Çinə dövlət səfərim zamanı. Və bu da çox böyük uğur kimi sayıla bilər. Çünki Çin də dünyada aparıcı ölkələrdən biridir. Və bu siyasi çərçivə və siyasi platforma əlbəttə ki, bizim uğurlu diplomatiyamızın təzahürü kimi sayıla bilər. Rusiyanın aparıcı media orqanları yerli televiziya kanallarına müsahibə verən Azərbaycan prezidenti İlham Əliyevin əsas sitatlarını əks etdirən materiallar dərc edib. RIA Novosti, TASS, Vesti Kafkaza, Interfax agentlikləri, 360 televiziya kanalı və digər media qurumları dərc etdikləri materiallarda Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılması ilə bağlı artıq heç bir şübhə yoxdur fikrini önə çəkiblər. Nəşrlərdə həmçinin dövlət başçısının Azərbaycanın Mərkəzi Asiya ilə Qərb arasında yeganə etibarlı halqa olduğunu, ölkədən yan keçən alternativ marşrutların isə səmərəsiz və maraq doğurmadığını vurğuladığı qeyd olunur. Media materiallarında Prezident İlham Əliyevin Azərbaycanın tranzit imkanlarının gələcəkdə daha da genişlənəcəyinə əminliyi diqqətə çatdırılır. Avropa və Asiya məkanında iqtisadi əlaqələrin möhkəmləndirilməsi kontekstində nəqliyyat infrastrukturunun inkişafının vacibliyi xüsusi qeyd edilir. Təbii ki, coğrafi nöqteyi nəzərdən digər marşrutlardan da istifadə oluna bilər. Ancaq mövcud geosiyasi vəziyyəti nəzərə alaraq tam qətiyyətlə deyə bilərik ki, Qərb üçün alternativ marşrutlar məqbul sayıla bilməz. Ona görə bizim rolumuz canlı körpü kimi və etibarlı tərəfdaş kimi və artıq böyük layihələri icra edə bilən ölkə kimi təbii ki, artacaq və biz bunu artıq praktik həyatda görürük.